1987-ci ilin sonunda Moskvada mən tutduğum yüksək vəzifələrdən, yəni siyasi büronun üzvü vəzifəsindən və Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən istifa verəndən sonra, bir neçə aydan sonra mənə qarşı Moskva rəhbərliyi tərəfindən, yəni Sovet İttifaqının rəhbərliyi tərəfindən, xüsusən o vaxt Sovet İttifaqına başçılıq edən Mikhail Gorbaçov tərəfindən ədalətsiz hərəkətlər başladı. Mənə əsası olmayan mətbuatda, planda tənqidlər meydana çıxdı. Məni nəsə də heç əsası olmayan şeylərdə günahlandırmaq istədilər və mən düzü bir ağır həyat devri yaşadım. ...1987-ci ildə mənim atam Heydər Əliyev geniş infarkt keçirmişdi və bir müddət xəstəxanada qaldı. Bizim ailə üçün o çox ağır bir devr idi. Çünki ondan 2 il qabaq mən anamı itirmişdim, vəfat etmişdi. Ondan sonra 2 ildən sonra bizim ailəyə ikinci zərbə dəydi. Bütün ailə üzvləri çox ağır günlər keçirmişdi. Və o vaxtki Sovet İttifaqı rəhbərliyi bu fürsətdən istifadə edərək onu məcburi qaydada istifaya göndərdi. Ondan sonra 1990-cı ilə qədər deyə bilərəm ki, Heydər Əliyev siyasi fəaliyyətlə məşğul olmurdu. ...90-cı ildə Azərbaycana qarşı edilən hərbi təcavüz, yəni Azərbaycanda Sovet hükümətinin başçılarının Azərbaycan xalqına qarşı ədalətsizliyi ilə əlaqədar olaraq xalqın ayağa qalxması və etirazını bildirməsi ilə əlaqədar bir ağıllı tədbirlər görmək əvəzinə o vaxtki Sovet hökuməti, onun başçısı şəxsən Mikhail Gorbaçov 90-cı ilin yanvar ayının 20-sində Azərbaycana bir çox qoşun hissələrini yeritdi və burada olan dinc insanları, günahsız insanları qətlə yetirdi. Azərbaycanın hakim kəndlərində qanlar töküldü. Bu bizim xalqımıza demək olar ki 20-ci əsrin əvvəlindən və xüsusən 1920-ci ildə Azərbaycanda Sovet hökuməti hakimiyyəti yaranından 90-cı ilə qədər ola bilər ki, ilk belə böyük cinayət idi, hərbi təcavüzdür. Təbii ki, mən buna dözə bilmədim və Moskvada, hətta o vaxt mən xəstəxanadaydım, gəlib Azərbaycanlıların toplaşdığı böyük bir mitingdə, Azərbaycan daimi nümayəndəliyində çıxış etdim, öz etirazımı bildirdim və Komünist Partiyasını, Sovet hükümətini, o cümlədən Mikhail Gorbaçovu elə cinayətkarlığa görə günahlandırdım. Faktiki olaraq Sovet rəhbərliyini, Komünist Partiyasını ittiham edərək öz sözünü bildirdikdən sonra bizim ailəyə birinci növbədən ona və sonra bütün ailə üzvlərinə böyük təzyiqlər başlandı. Deyə bilərəm ki, o ümumiyyətcə siyasi fəaliyyətindən məhrum edildi.
bizim ailənin digər üzvləri, o cümlədən mən işdən qovulmuşduq. 1982-ci ildən 90-cı ilə qədər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllimlik etmişdim və mənim işimə heç bir irad olmurdu. Amma onun yanvar faciəsi ilə bağlı bəyanatdan sonra mənə açıq şəkildə bildirildi ki, mən artıq siyasi institutda tələbələrə dərs verə bilmərəm. Beləliklə, ailəmizin çox ağır günləri başladı. O cümlədən də mənim. Faktiki olaraq 6 ay müddətində mən işsiz qalmışdım. Hansısa idarələrə müraciət edirdim ki, məni işə götürsünlər. Amma biləndə ki, mən Heydər Əliyevin oğluyam. Bu imtina edirdilər məndən. Tüm bunlara görə və artıq Moskvada mənim ətrafımda yaranmış ağır mühitə dözməyərək, mən öz vətənimə, doğma torpağıma qayıtmaq qərarı aldım. Ancaq bunun da qarşısı alındı bir neçə dəfə. Buna həm Sovet hökumətinin başçıları etiraz edirdilər və demək olar ki, mənim bu hərəkətimin qarşısını alırdılar. Həm də Azərbaycanın rəhbərləri vaxtilə mənim irəliyə çəkdiyim, mənim yetişdirdiyim insanlar mənim Azərbaycana gəlməyimin qarşısını alırdılar. O vaxt Heydər Əliyevin Bakıya gəlməyi, o vaxtki rəhbərliyi çox narahat edirdi və müəyyən yollarla bunun qarşısını almaq istəyirlər. Yadınızdadır, aeroportda bir qrup əvvəlcədən öyrənilmiş adamları yığmışdılar. Onlar protest edirdilər. Ancaq ağılsız insanlardılar. Onlar bir qrup, ola bilər 50-60 nəfər Bakı hava limanına gətirmişdilər ki, onlar mənə qarşı protest etsinlər. Amma onlar da bir şey edə bilmədilər, mənim qarşımı ala bilmədilər. Yəni, məni istəyirdilər ki, hava limanından Moskvaya geriyə qaytırsınlar. Bunu edə bilmədilər, məni burada mənim yaxın adamlarım qarşılayırdılar. Qardaşımıdır, qohumlarımıdır. Mənimlə bərabər uzun illər işləmiş Rəfail Allahverdiyevidir. Təbii də onların o qədər bu nəqliyyat vasitələri də yoxdur, məhdududur. Rəfail Allahverdiyevin bir Volga avtomobili vardı. Biz bir çətinliklə hava limanından çıxıb şəhərə gəldik. Və mən qardaşımın evində yerləşdim. Mənə ciddi xəbərdarlıq etdilər ki, əgər mən Bakıda yaşasam, böyük təhlükə məni gözləyir, hətta terror gözləyir. Ona görə də mən 3 gündən sonra Bakını tərk etdim və Naxçıvana getdim. Orada da mənim o qədər bir qohumum yox, bacım yaşayırdı. Onun evində yerləşdim. Naxçıvanda xalq məni çox mehribanlıqla qarşıladı. Və bütün bu mənə qarşı edilən ədalətsizliklər onları o qədər hiddətləşdirmişdilər ki, onlar çox çalışırdılar ki, məni qorusunlar, mənə mənəvi dəstək olsunlar. Ona görə də bir çox seçki dairələrindən məni həm Azərbaycan Ali Sovetinə, həm də Naxçıvan Ali Sovetinə deputat seçilmək üçün namizədliyim verildi. Doğrudur, bunun da qarşısını almaq istədilər Azərbaycanın rəhbərləri. Ancaq buna nail olmadılar. Mən həm Azərbaycan Ali Sovetinin deputatı seçildim, həm də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin deputatı seçildim. Təbiidir ki, mən Azərbaycanda olan bu ədalətsizliyi, Azərbaycanda xalqa qarşı bu münasibəti Sovet hökumətinin, komünist rejiminin Azərbaycana qarşı ədalətsizliklərinin hamısını görürdüm və bunlara etiraz edirdim və bu etirazımı da bildirmək istəyirdim. Ona görə də Azərbaycan rəhbərliyi, hətta Moskva rəhbərliyi də çox qorxurdular ki, mən çıxış edəcəyəm və bunlar da, mənim bu çıxışım da bunlara zərər verəcəkdir. Hətta mən
Naxçıvandan Bakıya gələrkən Naxçıvana Moskvadan o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kuruçkov Qarbaçovun göstərişi ilə telefon etmişdi və mənə məsləhət verdi ki, mənim Bakıya gəlməyim məsləhət deyil, təhlükəlidir. Sonra mən gəlib Bakıda qardaşımın evində yaşayarkən o mənə yenə də telefon etdi və məndən rica etdi ki, mən Ali Sovetin sessiyasında iştirak etməyim, Moskvaya dönüm və onlar artıq mənim Moskvada yaşamağım üçün bütün lazım olan şəraitləri yaradacaq. Mən Ali Sovetin sessiyasına gəldim, salonda oturdum və müzakirə zamanı çıxış etmək üçün müraciət etdim. Respublika dövləti öz suveren hüquqlarından istifadə edərək onları dərhal geriyə qaytarmalıydı. Lakin belə olmayıb. Əksinə, qoşunların Bakıda indiyə qədər saxlanılması zəruri hesab edilir. Elmira Qafarovnanın vətəndaş Mən tribunaya qalxıb çıxış etməyə başlayanda artıq salonda cürbəcür mədəniyyətsiz, demək olar ki, ədəbsiz deputatlar tərəfindən, bəziləri tərəfindən qışqırıqlar, replikalar başlandı. Mənim çıxış müddətim, reqlamentdə nəzərdə tutulmuş çıxış müddətim hələ sona çatmamış, qışqırdılar ki, reqlament, nə bilim, ayaqlarını yerə vurmaqla, səs-küy salmaqla mənə mane olmaq istədilər. Məlumdur ki, Sovet İttifaqının Komünist Partiyasının tərkib hissəsi olan Azərbaycan Komünist Partiyasının Mərkəzi Komitəsinin platforması xalqı birləşdirə bilməz. O xalq arasında nüfuzdan düşmüş, bütün xalqın iradəsini təmsil etmir, Komünist Partiyası hakimiyyətdən tamamilə imtina etməlidir. Mikrofonu söndürün. Azərbaycanın o vaxtki rəhbərləri bilirdilər ki, ola bilər mənim çıxışımın qarşısını ala bilməsinlər. Ona görə də bir neçə xüsusi oratorlar hazırlanmışdır ki, onlar mən çıxış edərkən mənim əleyhimə sözlər desinlər, yaxud keçmişdə mən Azərbaycanda işlədiyim zaman güya mənim buraxdığım səhvlər haqqında danışsınlar. Уважаемые депутаты, я выражаю категорический протест против такого ведения нашего парламента. На прошлой сессии, в своем выступлении и затем от микрофона, было предложено, и я предложил, создать комиссию по проверке деятельности депутата от Мигрантского округа Алиева, бывшего первого секретаря ЦК Компартии Azərbaycana. Ancaq bunlar mane ola bilmədilər. Mən öz sözlərimi dedim. Nə komissiya yaratmaq istəyirsiniz? Nə komissiya yaratmaq istəyirsiniz? Aydın sizə. Mən öz sözümü deyirəm burada. Mən söz deyən kimi, mən əleyhinə komissiya yaratmaz. Bu nə qədər demokratik işdir. Bir vicdanınız olsun. Mən geçen dəfə dedim, hər bir auditoriyada geçmiş mənim bilməm Azərbaycanda fəaliyyət göstərməmişəm. Sən də göstərmişsən yoldaş Orucu. O bizi yoldaşlar da göstəriblər. Hamımız bir yerdə göstərmişik fəaliyyəti. Və Səməd Sərdənin də bugünkü çıxışlarıyla mən razı deyiləm. Çünki o konjünkturya qudul edən adamdır. Bizim hakimiyyətimizin vaxtında bir adam avaz oxuyurdu. İndiki hakimiyyət vaxtında başqa avaz oxuyur. Bəsdir bu təhqirlər, bəsdir bu təzyiqlər. Mən bir vətəndaş kimi, deputat kimi öz sözümü deməyə ixtiyarım var və bu sözdə mən demişəm, xahiş edirəm mənim ətrafımda bu cür təzyiqlər yaratmayasınız. Həmən o sessiyadan çıxış edən insanların əksəriyyəti onun vaxtında müxtəlif vəzifələrə irəli çəkilmişdi. Onun rəhbərliyi altında işləmişdilər və ona hər zaman öz sədaqətini, dırnaq arası sədaqətini nümayiş etdirməyə çalışırlar. Amma digər ki,
Bunlar hamısı konjunktura idi, bunlar hamısı yalan idi. Və həmən adamlar 93-cü ildə Heydər Əliyev Milli Məclisə sədr seçiləndə həmən o adamlar ki, onun əleyhinə çıxışlar edirdi, onu təhqir edirdi, həmən o adamlar ona əl çalırdılar.